Qış mövsümünün başlamasına artıq sayılı günlər qalıb. Soyuq hava, buz bağlayan yollar və azalan görünüş yollarda risk artırır. Mütəxəssislər isə artıq indidən avtomobillərin qışa uyğun hazırlanmasının vacibliyini vurğulayırlar. Bəs görəsən paytaxtda sürücülər necə? Qışa hazırdılarmı? Bəzi sürücülər avtomobillərini indidən qışa hazırlayıb. Təkərlərdən antifrizə qədər bütün tədbirləri görsələr də, digərləri hələ bu haqda düşünmür. Təkərlərini dəyişmişik, şotkalarını dəyişmişik, hər bir şey qaydaya salmışıq. Mən bunu gücdən aldım bu təkərləri yayda. Hələ qismət olsa il boyu sürəcəm, ta ki yiyiləndir. Yağını dəyişdirmişəm maşının, sonra təkərləri yoxlatmışam hamısını. 4 sezondur antifrizi təkərlərdə dolmaya qarşı dəyişmişəm, amma fikirləşirəm Azərbaycanda yəni qış elə də sərt keçmir, ona görə sürücülər ciddi tədbir görmür. Bakıdakı elə ki qış olmur, ona görə də yəqin ki hələ heç nə eləməmişik. Ən birinci təkər yada düşür, yəni başqa heç nəyə baxmamışam üzrümsə. Mütəxəssislər də deyir, profilaktik tədbirlər həm qəza riskini azaldır, həm də avtomobilin sıradan çıxmasının qarşısını alır. Avtomobil şinlərinin belə deyək, mövsümə uyğun olaraq yenisi ilə dəyişilməsi, eyni zamanda belə deyək ki, akkumulyatorların, yəni soyuq havada bateriyaların daha belə deyək, tez sıradan çıxması nəzərə çarpır və buna görə ən azından batareyaların doluğuna nəzarət etmək lazımdır və əgər 3 ildən yuxarı bir müddətdə istifadə olunursa, dəyişmək məsləhətdir. Digər tərəfdən avtomobillərin soyutma sistemi ilə bağlı əsasən də yəni antifriz deyilən bir maddə var ki, o maddələrdən istifadə olunması, hansı ki, o da mənfi 25 dərəcə belə deyək, temperatura daha dözümlüdür. Yeri gəlmişkən, Gürcüstanda dekabrın 1-dən martın 1-nədək bəzi şəhərlərdə bütün avtomobillərin qış təkərləri ilə hərəkəti məcbur edir. Bəs belə bir tələbin Azərbaycanda tətbiqi mümkündürmü? Qış təkəri ilə bağlı tələblər hər ölkədə fərqlidir. Azərbaycanda qış o qədər də uzun müddətli olmur, daha sərt olmur. Ona görə də belə bir tələblər faktiki olaraq mövcud deyil. Qış mövsümündə təbii ki, təkərlərin qış təkərləri ilə əvəz olunması, qış şinləri ilə əvəz olunması təhlükəsizliyi artırır və onu da qeyd edeyim ki, qış şinləri xüsusi materialdan hazırlanır. Onların materialı daha elastik olur və şaxtaya dözümlü olur. Baş Dövlət Yol Polisi İdarəsi də avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı sürücülərə çağırış edib. Müraciətdə bildirilir ki, əlverişsiz hava şəraiti nəzərə alınaraq nəqliyyat vasitələrinin sahibləri qabaqlayıcı tədbirlər görməyə dəvət olunur. Fidan Səfərov, Bayramov, Space xəbər.